Salam dostlar, Füyuzat televiziyasında mən Tural İsmayılovun təqdimatında arxa plan verilişinin növbəti buraxılışını izləyirsiniz. Biz Türk dünyası ilə bağlı silsilələrimizə tarixi aspektdə, media kontekstində davam edirik. Bugün isə ədəbiyyat kontekstində çox maraqlı bir müzakirə aparacağıq. Arxa planda mənim qonağım, tanınmış şair, publisist, araşdırmaçı yazar Əkbər Qoşaldı. Əkbər, mənim xoş gəlmisiniz. Çox sağ olun, dəvət üçün təşəkkür edirəm. Əkbər müəllim, biz Türk dünyasının birliyi məsələsindən danışarkən burada müxtəlif sahələr üzrə qonaqlarla o aspekt üzrə təhlillərimizi aparmışıq. Ədəbiyyat sahəsində hal-hazırda vəziyyət nə yerdədir? Durum qaneedicidirmi və ümumiyyətlə gələcək perspektivlər nələrdir? Buyurun. Öncə onu vurğulayaq ki, ədəbiyyat Türk xalqlarının belə demək mümkünsə materiyasına qədər nüfuz etmiş bir yaradıcılıq aktıdır. Biz az qala sultanlarımızı, şahlarımızı da ədəbiyyat planında təhlil edirik, şair yönlərini qabardırıq. Misallar çəkməyə yəqin ki, ehtiyac yoxdur. Özü də Türk xalqları ədəbiyyatı, başqa sözlə Türk dünyası ədəbiyyatı tarixin ən qədim dövrlərindən çox fərqli mövzular əldə edərək, mövzular qazanaraq, zənginlik qazanaraq, şəklini dəyişərək, yeni intonasiya, yeni üslub, yeni algoritm, yeni janrlar belə demək mümkünsə və yaxud da janr içi yeni hadisələr yaradaraq günümüzə çox zəngin bir hadisə olaraq gəlib çıxıb və əlbəttə bizim bugünkü Türk dünyası ədəbiyyatından danışarkən bir xeyli fərqliliklərin olduğunu da deməliyik. Həm ədəbiyyat təsərrüfatı baxımından, həm də bayaq vurğuladığımız kimi ayrı-ayrı coğrafiyalardakı Türk xalqlarının özünə məxsus ədəbi intonasiyasının olmasından bağlı. Bax, məsələn, Anadolu Türk ədəbiyyatı, bir də Saxa-Yakutiyadakı Türk ədəbiyyatını götürək. Əlbəttə fərqlənəcəklər. Çünki burada coğrafiyanın gətirdiyi, tarixin gətirdiyi, dilə ərəb, fars sözlərindən daxil olmuş sözlərin gətirdiyi intonasiya və gerçəkliklər, Saxa-Yakutiyada isə sanki səs hələ də sözdən qabaqdaymış kimi və yaxud da öz paralel hüququnu qoruyurmuş kimi onların danışığı da bəzən, ədəbiyyatı da nəğmə kimi daha çox gəlir adama və bir, belə deməyimizə, musiqili bir ifa kimi gəlməkdədir. Türkiyə həmişə müstəqil Türk ölkəsidir. Azərbaycanın bu məsələdə özünə məxsus bir yeri vardır və əlbəttə bu yalnız coğrafiya ilə əlaqədar deyil. Biz həmişə müstəqil Türk ölkəsi olan Türkiyə ilə həm hüduduyuq, qardaşıyıq, dostuyuq. Türkistandakı qardaşlarımızla da uzun illər eyni imperiyaların tərkibində olmuşuq. O cümlədən Sibir xalqlarını da nəzərə alsaq, hətta Uyğur qardaşlarımızla da ideoloji siyasi olaraq ölkələr mənsub olduğumuz da tərkibində olduğumuz ölkələrin Balkanları da hətta bilirsiniz də Gündoğar Avropa uzun müddət o da sosialist məkanında olub. Ona görə də Azərbaycanın özünə məxsus bir yeri var və bu yer yalnız sosializm, realizm dövründə olmayıbdır. Yalnız dünənin, bugünün hadisəsi deyil. Tarixin dərinliklərindən gələn bir hadisə olaraq da yaxşı ki, bizim əcdadımız bunu ayaqda tutub və bugün də istər türkoloji planda olsun, istər ədəbiyyat planında, mədəniyyət planında və bütövlükdə bir mədəniyyət iqlimi, bu sözü demək olarsa, mədəniyyət iqlimi hakimdir və mən belə bir fondun, belə bir verilişin, belə bir televiziyanın, jurnalın da məhz Azərbaycanda fəaliyyət göstərməsini bu mənada təsadüfi hesab etmirəm. O da təsadüfi deyil ki, mən bir qardaşınız olaraq Türk dünyasında ədəbiyyat, ədəbiyyatda Türk dünyası mövzusunu Türk dünyasında hər halda ilk dəfə Azərbaycan yazıçılarının qurultaylarında bir ənənəvi məruzə mövzusuna çevirmişəm. Azərbaycanın görkəmli yazıçısı Ustad Anar həmin məruzənin birincisini dinlədikdən sonra bundan bir öncəki qurultayda dedi ki, bu bir model məruzədir. Əlbəttə, mən bəlkə biraz düzgün də çıxmır, öz məruzəm haqqında danışıram. Sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan özünə məxsus bir öncülük edir. Türkiyənin fərqi ondan ibarətdir ki, onların ədəbiyyatı, qardaşlarımızın ədəbiyyatı sistem olaraq, belə demək mümkünsə, hardasa 150 il bundan öncələrdən bir lalə dövrü deyə anlayış var. Ondan sonralar da yavaş-yavaş başladı Avropa mədəniyyətinin, ədəbiyyatının təsirinə düşməyə. Ona qədər klassik ədəbiyyat, divan ədəbiyyatı, özünə məxsus bir dirənişi var idi. Hətta qarşı-qarşıya idi. Siz təsəvvür edin ki, qarşı-qarşıya olduğu
cəbhənin gerçəkliklərini qəbul edirsən, bu müəyyən müddətdə o diffuziya çətin gedir. Ona görə də deyək ki, 20-ci yüzilin əvvəllərindəki türk ədəbiyyatına baxsaq, sanki bir qeyri-müəyyənlik mi var idi, sanki bir daxili savaş mı var idi? Bəs indi türk ədəbiyyatı qurtulubmu o təsirdən? Sizin sualınıza qayıdacağam icazənizlə. Ancaq bizim aid olduğumuz, digər türk xalqlarının aid olduğu məkanda isə sosializm, realizm gerçəklikləri var idi. Qurtulub bu. Elə bilirəm ki, son 30 ildə, 33 ildə hətta artıq bizim ədəbiyyat təsərrüfatları bir-birinə, hətta deyə bilərəm, bir çox digər əməl fəaliyyət sahələrinə baxda daha sürətlə inteqrasiya etməkdədir. Qardaş Türkiyədə nəşriyyatlar, mətbələr, hətta yaradıcılıq studiyaları elə inkişaf edib ki, açığı dünyada harda bir qiymətli əsər varsa, beynəlxalq bestsellerə çevrilmiş, böyük mükafatlar almış, o cümlədə Nobel mükafatı almış əsərlər varsa, belə deməyimizə anındaca Türkiyə türkçəsinə axtarılır və Türkiyə türkçəsinə qazandırılır. Bunun özü bir yenilik gətirir və istər-istəməz o axınlar oradan bizlərə də sirayət edir. Deyək ki, Türkistandakı qardaşlarımızın Çin və Rusiya arasında özlərinə məxsus bir geopolitik durumu var. Bu istər-istəməz ədəbiyyata, mədəniyyata, onun mətin mündəricəsinə və mövzularına da təsir edir. Azərbaycan isə yenə də burada altın köprü rolunu saxlamaqdadır. Mən elə bilirəm ki, Azərbaycan ədəbiyyatı həm Türkiyə ilə müqayisədə, həm Türkistanla müqayisədə özünün, belə demək mümkünsə, türk dünyası üçün avtonom, yuxarı bir mövqeyini saxlamaqdadır. Bizim türkçəmizin daha zəngin olması ilə bağlıdır. Mən bunu ədəbiyyatın ənənəsi ilə əlaqələndirərdim. Bizim indi coğrafiyamızda elə olub ki, təkcə Nizami Gəncəvi ilə əlaqələndirmirəm, Füzuli ilə, Nəsimi ilə də əlaqələndirmirəm. Onlardan öncələrdən də gələn ədəbiyyat ənənəsi var. Ortaq türkcə, ortaq türk ədəbiyyatı və o yaxşı bir söz var bizim alimlərin, ortaq keçmişdən ortaq gələcək. Mən elə başa düşürəm ki, o ortaq keçmişdən ortaq gələcəyə gedən yolun qüdrətini, siqlətini, problemlərini və uğurlarını Azərbaycan ədəbiyyatı digər qardaşlarımızla müqayisədə daha yaxşı idrak edib, qoruyub, saxlayıb və gələcəyə ötürməkdədir öz uğurları etibarilə. Əkbər müəllim, bir də bizim ortaq türk ədəbiyyatı dediyimiz bir anlayış var. Ortaq türk ədəbiyyatı anlayışının mahiyyəti əslində nə deməkdir? Yəni biz bilirik ki, ortaq türk əlifbasından danışılır. Bu yaxınlarda belə bir paylaşım da edilmişdi. Bunu biraz siz daha detallı izah edə bilərsiniz bizə? Biz qardaşlarımızla eyni kökdən gəlirik. Ulu türk çinarının budaqlarıyıq deyirik də. Əgər biz eyni kökdən gəlirsə, ədəbiyyatımız da eyni kökdən gəlir də. Elə deyil. Bizim ortaq abidələr dedikdə, deyək ki, məsələn, Divan-ı Lüğət-i Türkü götürək, Lap Orxan Yenisi abidələrinin özünü götürək, Manası götürək. Əlbəttə, deyək ki, Dədə Qorqudu götürək, Alpamışı götürək, Koroğlunu da hətta götürə bilərik. Əgər bir dastan 3 və daha artıq türk ölkəsində, topluluğunda, dövlətində də deyə bilərik və yaxud da çoxsaylı türk xalqlarında, onların fikrində, ictimai fikrində, düşüncəsində, ədəbiyyat və mədəniyyətində hakim mövqeyə malikdirsə, bir irs kimi iştirak edirsə, o artıq ümum türk hadisəsi kimi qəbul edilə bilər. Yoxsa bilərlər ki, məsələn, Manas və yaxud da Alpamış haqqında deyə bilərlər ki, o Azərbaycanda o qədər də deyək ki, bizim hadisə kimi qəbul edilmir. Belə bir irad kimsə bizə bildirə bilər. Eyni söz deyək ki, Koroğlu dastanı olsun və yaxud da bizim Azərbaycanda, Anadoluda yayğın olan digər dastanlarımız olsun. Deyək ki, Dədə Qorqud dastanı. Deyə bilərlər ki, bunun Çuvaşlara, Saxa Yakutlara nə aidiyyəti var. Ona görə də o vurğunu mütləq eləməliyik ki, baza olaraq bizim daha çox türk arealını əhatə edən dastanlarımız ortaq türk hadisəsi kimi dəyərləndirilir. Bu birinci işin belə deməyimizə texniki tərəf sayıla bilər, yəni statistik tərəf sayıla bilər. Bir də o dastanların energetikası, danışdığı mənəviyyat, mövzuları, onlar nələrdən bəhs edir. Bax, orada artıq o qədər ümumi cəhətlər var ki, Manas yalnız qırğızların, qıpçaqların və Türkistanın hadisəsi deyil ki, ora baxdıqda görürsən ki, bizim hər birimizin hissimiz, ağrımız, uğurumuz orada vardır. O mənada mən elə bilirəm ki, ortaq türk dastanlarının, ortaq türk ədəbi abidələrinin, ümumiyyətcə ortaq türk abidələrinin, ortaq türk
qurumları vasitəsilə getdikcə daha çox ictimailəşdirilməsinə, qarşılıqlı olaraq digər türkçələrə axtarılmasına çox ciddi ehtiyac var və yaxşı ki, bu ehtiyacı bizim ortaq türk qurumları qəbul ediblər. İstər Astanadakı Xalqlararası Türk Akademiyası olsun, istər Bakıdakı Türk Mədəniyyəti İrsi Fondu olsun, istər əlbəttə hamımızın ocağımız sayılan Türk Soy Təşkilatı olsun. Bunların yanı sıra əlbəttə Türk dövlət başçılarının demək qəbul etdiyi qərarların hamısı, o cümlədən İstanbulda fəaliyyət göstərən daimi katiblik, Bakıda fəaliyyət göstərən TÜKBA, bunların da qəbul etdiyi qərarlar, yanaşmalar, konsepsiyalar, strategiyalar digər sahələr kimi əlbəttə ədəbiyyata da nüfuz edir, dəstək durur və gələcəyə götürür. Əkbər müəllim, sonuncu bir sual ünvanlamaq istəyirəm. Çağdaş türk ədəbiyyatı, yəni yaşadığımız, gördüyümüz ən yeni dövr deyək, ən yeni dövrün ortaq türk ədəbiyyatı sizi qane edirmi? İstedadlı gənclər varmı və gələcəklə bağlı optimizmlə yanaşırsınız? Siz bilirsiniz ki, mən hardasa artıq 27-ci ilinə qədəm qoyur. 27 il bundan öncə Türkistanda, Əhməd Yasəvi yurdunda, elə Əhməd Yasəvinin adını daşıyan Qazax Türk Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı seçilmişəm. Uzun illər bu birliyə rəhbərlik etmişəm. İndi də məndən sonra 3 başqan olubdu. Hal-hazırda istedadlı gənc yazarımız İntiqam Yaşar bu birliyə rəhbərlik etməkdədir. Biz dediyiniz o sualları özümüzə verdik və bəzi cavablar tapa bilmədiyimizə görə elə zamanında bu təşkilatı qurduq. Bugün Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş ən yaşlı, belə demək, stajlı, təcrübəli qeyri-hökumət təşkilatlarından biridir və əlbəttə Azərbaycanda dövlət qeydiyyatından keçsə də o öz türk dünyası vizyonunu yaşadır, davam etdirir, inkişaf elətdirir və sizin sualınıza bilavasitə cavab dərəcəsində, dəyərində onu deyə bilərəm ki, Dünya Gənc Türk Yazarlar Birliyi üzərindən bizim həyata keçirdiyimiz layihələr, nəşrlədiyimiz kitablar, keçirdiyimiz müsabiqələr, qarşılıqlı səfərlər, görüşlər, saytımız üzərindən həyata keçirilən sorğular deməyə əsas verir ki, türk ədəbi gəncliyi böyük bir coşqu ilə öz əcdadının ruhunu şad edən, bizdən bir sonraki nəslə ötürməli olduğu dəyərlərin fərqində olan bir gənclikdir. Mən bundan qürur duyuram, fəxr edirəm. Ancaq əlbəttə o demək deyil ki, bütün görülməli işlər görülübdür, əlimizi üstə qoyub dura bilərik. Əlbəttə qayğılarımız da var, problemlərimiz də var. Bu daha çox nə ilə bağlı ola bilər? Bəzən maddi-texniki dəstək məsələlərindən bağlı ola bilər. Bəzən dünya ədəbiyyat təsərrüfatına daha çox açılmaqla bağlı ola bilər. Çünki indi məsələn bizim təşkilat ötən il 25 illiyini, dövlət qeydiyyatına almasının 25 illiyini qeyd etdi. Bizim təşkilatda deyirəm, mənim yaşım artıq gənc yaşından az qala 2 dəfə keçibdir, amma necə deyirlər, biz təşkilatdan çıxmışıq, təşkilat bizdən çıxmayıbdır, belə mənəvi planda. Ona görə də gələcəkdə yalnız türk ölkə və topluluqları ilə deyil, digər ölkə və topluluqlarının hardakı ədəbiyyatından öyrəniləcək və yaxud da orada Azərbaycan ədəbiyyatının, türk dünyası ədəbiyyatını daha çox tanıtmağa ehtiyac var. Onlarla da əməli demək, müqavilələr imzalamaq, kitab mübadilələri eləmək və bəlkə birgə tədbirlər keçirmək. Mən elə bilirəm ki, bax, bizim gənc yazarlarımız gələcəkdə bunu nəzərə almalıdırlar. Təşəkkür edirəm Əkbər müəllim, çox sağ olun. Mən sizə təşəkkür edirəm, bu ocağınız şən olsun. Xatırladım ki, bugün arxa planda mənim qonağım tanınmış şair, publisist, araşdırmacı yazar Əkbər Qoşalı idi. Biz ortaq türk ədəbiyyatı haqqında müzakirə etdik, amma Əkbər müəllimlə danışacağımız bir xeyli mövzular var. Ona görə mən düşünürəm ki, bundan sonra da biz Əkbər müəllimlə tez-tez bu platformada görüşəcəyik. Sağ olun, salamat qalın.